Sabunçu rayonunda silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayaraq onları geri qaytarmaq müqabilində sahiblərindən pul tələb edən şəxs tutulub. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs müxtəlif ərazilərdə bu üsulla vətəndaşlara maddi ziyan vurub. Keçirilən digər əməliyyat tədbiri nəticəsində isə daha bir şübhəli şəxs saxlanılıb. O, 2 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən nağd pul oğurlamaqda. Həmçinin rayon ərazisində yerləşən obyektlərdən əlvan metallar talamaqda ittiham olunur. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Maşın nömrəsini götürdüm. Maşının şüşəsinə öz mobil nömrəmi, WhatsApp faiz mobil nömrəmi qoydum. Yasin'den pul istedim ki nömrəni qaytarım.